Ona görə məsələn alimlər bəyənməzdilər, xüsusən də hədis əhli. Rəy əhlindən, küfə əhlindən fərqli olaraq. Xüsusən də hədis əhli. Onlar bəyənmirdilər olmamış bir şey barədə sual verməyi. Məsələn, gəlib deyirsən ki, bilənə, elm əhlinə, alimə, deyirsən ki, məsələn, filan şey belə olsa mən nə edim? Hədis əhlindən birinə gəlib belə bir sual verəndə həmən deyirdilər ki, o hadisə olub ya yox. Deyəndə ki, yox, deyirdi ki, olanda gəlib soruşarsan. Aydındır. Düzdür, olmamış bir şey barədə sual vermək olar. O da hansı məsələlərdir? O məsələlərdir ki, onun olma ehtimalı böyükdür. Ola bilsin, indi olmayıb. Amma sənin işin, məsələn, tutaq ki, ticarətə təzə başlamısan, bilirsən ki, bu məsələ ya sabah ya bir gün qabağıma çıxacaq. Burada problem yoxdur. O sələflərin, imamların qasdıqları suallar bu qəbildən olan suallar deyildi. Hansı suallar idi? O suallar idi ki, yəni nadirən baş verən, baş vermə ehtimalı uzaq olan və ya xəyali suallar, fərziyyəvi suallar. Məsələn, küfə əhli, rəy əhli belə deyildir. Onlar otururdular, suallar atırdılar ortaya və başlayırdılar müzakirələr etməyə. Birdən belə olsa belə, belə olsa belə, belə olsa belə. Məsələn, biri hündürdə yatıb, biri aşağıda yatıb. Hündürdə yatan yuxulu vəziyyətdə yuvarlandı, düşdü aşağıdakının üstünə, o da öldü. İndi ona qisas tətbiq olunur ya yox. Bu sual hardan çıxdı? Çünki o onu öldürüb. Öldürübsə qisas tətbiq olunmalıdır, bəli. Amma yuxulu idi. Yuxulu olandan qələm götürülüb. İndi necə edəcək? Bu hadisə hasansa olsa gəlib soruşarsan. Heç ümumiyyətlə tarix boyunca belə bir hadisə olubmu? Yoxsa xəyali sualdır, fərziyyəvi sualdır. Nadirən baş verə biləcək bir sualdır. Ona görə olmamış şeylər barədə alimlər verilən suallara cavab verməkdən çəkinərdilər.